Kanalımızı izleyen hər bir kəsi salamlayıram. Xoş gördük. Deməli, əziz abituriyentlər, bu video izahımız kompleks ədədlərdən 2018-2024 aralığı blok imtahanına düşən bütün sualların izahları olacaq. Bundan əvvəlki videolarımda bir sıra mövzuları izah etmişəm. Məsələn, trigonometriya olsun, loqaritm olsun, sonra funksiyalar və qrafiklər, trigonometrik dəliklər hər biri kanalımızda var. Dəstək məqsədli videomdan biridir, növbəti videomdur. Bunu eləməkdə məqsəd nədir şagirdlər? Sizə belə deyək də bu son 5-6 ilin qəbul proqramını, formatını mənimsətməkdir. Bizim ödənişsiz dəstək qrupumuza da qoşula bilərsiniz. Rəy bölməsində videonun, daha doğrusu qrupun linkini yerləşdirəcəm. Rahatlıqla qoşulun, yararlanın. Hər kəsə uğurlar arzulayıram. İnşallah blok imtahanında hər şey ürəyiniz istəyən kimi olar. Bizim bu layihəmizdən maksimum yararlanın şagirdlər. Bu layihəni öz şagirdlərim üçün tərtib etmişəm. Öz hazırlaşdırdığım şagirdlərim üçün deyək. Və bunu paylaşmaqda da məqsəd odur ki, sizlər də yararlanın. Hər kəs üçün yararlı olsun. Nəticəniz sonunda gözəl olsun. Belə, başlayaq izahlara. Kanala abunə olmağı unutmayın. Deməli şagirdlər, fikir verin. Birinci sual belədir. Ədədlərinin hasilini tapın deyir. Kompleks ədədlərin hasilini tapmaq üçün bunların modullarını vururuq. Z1 vur Z2 bərabərdir. Kök 2-ni kök 8-ə vurursa eləyir 16, ondan çıxar 4. Kosinus 5-də 4 pini kosinus 5 piyə vuranda bunlar toplanacaq. Modullar vurulur, ancaq bucaqlar kosinuslu, sinuslu, bax bu bucaqlar hər biri içəridə toplanır. Yəni 5-də 4 pi üzərinə gəlirsiniz pi böl 5-i. Üstə gəl i sinus yenə də 5-də 4 pi üzərinə gəl pi. Bu yəqin ki yaddadır artıq bu düstur. Vəssalam, qaldı sadələşdirmək. 4 kosinus toplasaq eləyər pi üzərinə gəl i sinus pi. 2018-in düşən sualıdır. A variantı. Növbəti. İkinci sual. Z vur Z üstü xət. Z üstü xət bilirsiniz ki bunun qoşmasıdır. Verilmiş kompleks ədəd 5 plus 2i formasındadır. 2i 5 həqiqi isə rezet, 2 imzet xəyali isə. Qoşması isə 5 minus 2 bir-birinə vuranda alınacaq 25. Müxtəsər vurma düsturu 4i kvadratı. I kvadratı da mənfi 1 olduğu üçün cavabımız 29. Üçüncü sual. Kompleks ədədi üçün bu belə olarsa, bu nədir? Bu yəqin elə belə düşür. Və modul Z 76 olarsa A plus B cəminin müsbət qiymətini tapın. Deməli şagirdlər, AB-miz deyir ki 5-dir. Kompleks ədədi üçün. Z bəlkə də bu Z vur Z-dir. Şagirdlər üzr istəyirəm. Yəqin ki burada Z vur Z var. Z vur Z olar bu. Böyük ehtimal. A üstə gəl BI vurulsun nə? A minus BI bərabərdir 76. Bu da A kvadratı minus B kvadratı I kvadratı eləyir. Şagirdlər. Bu da A kvadratı üstə gəl B kvadratı deməkdir. Bu da 76. Müxtəsər vurma düsturunu sadələşdirsək, çıxılsın 2AB bərabərdir. Yazaram neçə? Deməli 76. Buradan A üstə gəl B-nin mötərizə xaric kvadratı bərabərdir 76 üstə gəl 2AB. 2AB də 5 vur 2 10'dur. A üstə gəl B kvadratı bərabər 86. Bundan kök çıxmadı. Ola bilərdi ki, bəlkə bu 26'dır. 26 düzəldək. Sadə olsun biraz. 26 eləsək. Hər yerdə düzəldək. Eləyərdə 36. Onda bu da A plus B. Müsbət qiymətini soruşur 6. 6 ola bilər. Yəqin çapda yazanda səhv gedib ola bilər.
tam ədəd çıxsın. Ona çalışdıq. Yəqin ki, qəbulda da belə eləyiblər. Yəqin bu mən tərtib eləyəndə 76-nı səhvən yazmışam. 4. Kompleks ədədinin həqiqi hissəsini tapın. Sadələşdirmək lazımdır. I üstü 12 bilirsiniz ki, I üstü 2 üstü 6-dır. Mənfi 1-in cüt dərəcədən qüvvəti müsbət 1-dir. I üstü 13-ü açmaq üçün I vurulsun, I üstü 12 yazın. Elə I üstü 12-ni zaten tapdınız da, müsbət 1-dir. Müsbət 1-i də I-yə vurun, bu elədi I. I üstü 14-ü yazıram I üstü 2 üstü 7 kimi. Bu da mənfi 1-in tək dərəcədən qüvvəti mənfi 1-dir. I üstü 15-i də I vur, I üstü 14 yazsaz, I üstü 14-ü mənfi 1 tapmışsınız. I-yə də vuranda mənfi I. İndi hər biri var. Gətirib yerinə yazıram. I üstü 12-ni tapdıq 1, üstə gəl. I üstü 13-ü tapdıq I. I üstü 14-ü mənfi 1. Qarşıda da mənfi var. Plus 1. 1 çıxılsın. I üstü 15 də mənfi idi. Çıx yazdım. İndi ortaq məxrəc eləyin. 1 minus I, 1 minus I, üstə gəl I plus 1. İxtisar gedir, qalır 2 böl 1 minus I. Həqiqi hissəsini soruşur. Qoşmasına vurub bölürəm. 1 plus I-yə vururam. 1 minus I-ni 1 plus I-yə vururam. Yuxarıda da 1 plus I-yə vuracağım. Aşağı eləyir 1 minus I kvadratı, yəni 2, 1 plus I. 2'lər gedər, qalar 1 plus I. Kompleks ədədin həqiqi hissəsi R, Z 1-dir. Xəyali hissəsi yenə 1-dir. Cavabımız elədi 1. Sual 5. Sual 5. Z vur Z ədədinin kompleks ədədinin arqumentini tapın. Şagirdlər Z1 Z2'yə vuranda mənfi 4 eləyəcək. Mənfi 4i. Bunun arqumentini tapmaq üçün görürsən orada nəsə var mı, yoxsa o sırf mənfi 2'dir. Yaxşı, bu formada olsun. Bu 0 çıxılsın 4i formasındadır. Həqiqi hissəsi 0'dır, xəyali hissəsi mənfi 4'dür. Şagirdlər. İndi biz bunun deyək ki arqumentini axtarırıq. Arqument Z. Bunu axtarırıqsa, deyək ki, biz bunu tangenslə təyin edirik. B böl A və ya kosinus alfa. Ümumiyyətlə, biz arqumentini necə təyin edirik? A üstə gəl B-yi. Bunun arqumentini, kosinus alfasını tapsaq, A-nı bölməliyəm R-ə. R nədir? A kvadratı kök altında üstə gəl B kvadratıdır. Yəni modulu. Sinusu tapmaq üçün B-ni R-ə bölürdük. Tangensi tapmaq üçün də B-ni A-ya bölürdük. B-ni A-ya. Yəni, bu tangensi idi. İndi tangens alfa. İndi bucağı kosinusla təyin eləsəz, görürsünüz ki 0 böl 4 eləyəcək. Modulu 4. Buradan alınır 0. Sinus alfanı da tapası olsaq, B böl R olmalıdır. B mənfi 4'dür şagirdlər. Mənfi 4'dür. Bölünsün R. R də moduludur bunun. Modulu. Modulu da eləyir müsbət 4'də. Bunu da buna böləndə mənfi 1. İndi hansı bucaqdır? Kosinusun müsbət, sinusun mənfi, tangensində təyin olunmadığı. Çünki tangens sinus böl kosinusdur. Kosinus məxrəc 0'dır. Təyin olunmaz. Hansı bucaqdır? Təbii ki 270 dərəcədir. Yəni cavabımız oldu A variantı. 6. Ədədinin deməli modulunu tapın. 6-cı sual 2020 sualıdır. Yüksəkçək kvadrata 9 minus 6i 2 misli 12i. Bir də üstəgəl 4i kvadratı. I kvadratı mənfi 1'dir. Çıxdıq 5 minus 12i. Modulu kökdə kvadratlar cəmidir. Bunun 13 olduğunu görürsünüz artıq. Köklərindən biri 2 plus kök 3, daha doğrusu 2 plus 3 olan həqiqi misalı kvadrat tənliyi yazın. Köklərindən biri 2 plus 3 idisə, digəri onun qoşmasıdır. Yəni 2 minus 3 idi şagirdlər. Köklər cəmi Viet teoreminə görə əks işarə ilə ikinci ədəd misalına bərabər topladıq. Bunlar elədir 4. X1 vur X2 bir-birinə vursam, alınarmı? 4 minus 9i kvadratı. Bu da elədi 13 də.
İndi kvadrat tənliyi düzəldirəm. X kvadratı minus 4x. Çıx 4x yazım ki, orada müsbətdir. Bir də üstəgəl 13. Y variantı. 8-ci sual. Kompleks edilən hasını tapın deyir. Tapa bilirik. 3 üstəgəl ini vurun -4 üstəgəl 8 i'yə. Vursam eləyirmi? -12 üzərinə gəl 24 i minus 4 i plus 8 i kvadratı. Deməli şagirdlər 24 i'dən 4 i çıxanda 20 i. Bu da -8 deməkdir burada. Görürsünüz. -8, -12, -20. Alındı belə. -20 plus 20 i formasında. Kompleks edilən hasilini tapın. Eyni sual şagirdlər. Yəni baxın, həmin sualdır. Yəqin ki, özünüz vurub hesablaya biləcəksiniz. Sadə sualdır təbii ki. Ona baxıram. 9'a plus yazdım. Ona baxıram. Deməli ifadəsini sadələşdirin. Belə yazdırıq bunu. Belə yazırıq. 2 plus 2 i'yə dəymirəm. Keçdim. Bu belə deyək də. I kvadratı -1'dir. Bax bura i kvadratı -1'dir. 2'dən 2 çıxanda 0 elədi. 0'ı nəyə vursam elə eləyəcək 0 da. Yəni cavabım C. Komplekslərini cəbri şəkildə göstərin. Görürsünüz şagirdlər, necə də sadə düşür. Yəni blok imtahanını o qədər də gözünüzdə çox böyütməyin. Yəni o qədər də dəhşətli suallar iştirak eləmir. Hə, razıyam. Bir 5 dənə sual var ki, yəni 5 dənə sual gərginlik təşkil edə bilər imtahanda. Yəni sizi biraz yora bilər. Amma 25 dənəsinin öhdəsindən ki gəlmək olur. 25 dənəni yazandan sonra yəqin ki bir çalışıb 2-3 dənəni də yazmaq mümkündür. İnşallah ki hər birini yazarsınız. Lakin belə deyək də, əgər 25-26 dənə yazırsınızsa da, yəni çox gözəl nəticədir. 1 üstəgəl i. Komplekslərini cəbri şəkildə göstərmək üçün bunun qoşmasına vurun. Bunun qoşmasına vurun və ya nə edəcəyik? Deyim. Bunu yazın belə. 1 minus 1 plus i'ni şagirdlər vururam 1 minus i'yə. Yuxarıda da 1 minus i var. Kubudur. Üzərində də 1'i gəldi. Oldu 4'ü. Aşağımız eləyir 1 minus i kvadrat. Yəni 2. Yuxarıda da 1 minus i üstü 4. Aldıq bu şəkildə. İndi bərabərdir. İndi yazın bunu belə. 1 minus i kvadratı vurulsun 1 minus i nəyi kvadratı. Bölünsün aşağıda 2. Birini açsaz və hər ikisini açsaz eləyirmi? 1 2 misli 2i plus i kvadratı. Yenə də eyni şey yazıram. 1 minus 2i plus i kvadratı. Aşağıda da 2 var. Şagirdlər görürsünüz ki bundan bu ixtisar getdi. Bundan da bu ixtisar getdi. Alındı. Nə? Deməli -2 -2'ye. Elədi 4i kvadratı. Bölünsün 2. Bu da -2'dir. Cavabımız elədir A. Argumentini deyir tapın. 12-ci sual oxşar sualdır. Argument Z. Görürsünüz ki bu həqiqi hissəsi yoxdur. 0 çıx 3'i formasındadır. İndi bayaq dediyimiz kimi burada sinus alfa necə tapdıq? Kosinusdan başlayaq. Kosinus alfa necə tapdıq? A-nı böldük, yəni 0'ı böldük elə. Erdə bunun moduludur. Kökdə kvadratlar cəmi 3 elədi. 0. Sinusunu necə tapdıq bəs? B-ni böldük elə. Yəni 3'ə. Elədi -1. Kosinusun 0. Tangensi də görsəz ki bu formada yazmalıyıq. Daha doğrusu bu formada. Yəni bu da təyin olunmuyubdur. Hansı bucaqdır? 270 dərəcədir. Sinusun -1, kosinusun 0, tangensin təyin olunmadı. O da B bəndi 3pi/2. 13-cü sual. Komplekslərinin argumentinin pi/2 olması üçün A və B hansı şərti ödəməlidir? Argument, deməli, argument Z olmalıdır 90 dərəcə.
hansı şərti ödəməlidir? İndi baxırıq ki, hansı şərti ödədək buna. Baxın şagirdlər, əgər z bərabərdir 0 xəyali hissə qalsa, 0 üstəgəl, məsələn, bir müsbət i deyək də, baxın bura müsbət yazıram. Müsbət hər hansı bir ədəd. Müsbət hər hansı bir ədəd vur i formasında olsa, yəni xəyali hissəsi müsbət olsa, baxın, yuxarıdakı suala fikir verin, xəyali hissəsi mənfidir. Görürsünüz, mənfi 3'dür. Bucağımıza fikir verin, 270 dərəcə olur. Bundan əvvəlki sualda deli olmuşdu. Amma xəyali hissə lakin xəyali hissə əgər deməli müsbət olsa, xəyali hissə müsbət olsa, o zaman bucaq 90 olacaq. Yəni fikir verin niyə? A-2'yə 1 0'a bərabər edin. Bu olmasın. A bərabərdir 2 qiymətində. B-2 də 0'dan böyük olsun. B də böyük olacaqdır 2'dən. Məsələn, bu şərti ödəyən bir dənə ədəd götürək. Z bərabərdir 0 üstəgəl 2'dən böyük ədəd. Bir dənə 3'i götürək istəsəz. Bunun kosinus alfasını tapın. A bölər A həqiqi hissədir 0'dır. R-də 3'dür. Elədir 0. Bir də B bölər. Sinusunu tapsam. Sinus bərabər B bölər. B də 3'dür. R də kökdə kvadratların cəmidir. O da eləyir 3, 1. İndi hansı bucaqdır kosinus 0 alır, sinus müsbət 1? Təbii ki 90 dərəcədir. Yəni cavabımız oldu bu. A2'yə bərabər B2'dən böyük. A2'yə bərabər B2'dən böyük. 14-cü sual. Kompleks ədədi üçün z'in arqumentini tapın. Z'in arqumentini tapın. İndi bu x üstəgəl y-dir kvadratı plus 2 modul z. Modul z'də 2 modul z. Modul z'də deyək kök altında kvadratlar cəmidir. Həqiqi hissə ilə xəyali hissə bu şəkildə. Bərabərdir 0'a. İndi bunu açsam x kvadratı plus 2x y 2xy plus i kvadratı y kvadratı, buna da minus y kvadratı yazıram. Plus 2 kök altında x kvadratı plus y kvadratı bərabər 0. İndi bunu yazıram belə. X kvadratı minus y kvadratı plus 2 x kvadratı plus y kvadratı plus 2x y bərabərdir 0. İndi z'in arqumentini tapmaq lazımdır kompleks ədədi üçün. Şagirdlər, indi burada bir şeyə fikir verin. Bunun həqiqi hissəsi görürsünüz ki, nədir? 0'dır. Xəyali hissəsi də 0'dır da. Yəni biz bunu belə yaza bilərik də. 0 üstəgəl 0 i formasında. Buradan 2x y fikir verin, bu xəyali hissədir. Xəyali hissə xəyali hissəyə bərabər olan şeydir, 0'a bərabər. Və şərt verib ki, y 0'dan kiçikdir. Onda belə çıxır ki, x 0'a bərabərdir. Bu şərtə fikir verin. Y 0 ola bilməz axı. X 0'dırsa, deməli y 0'dan kiçikdirsə, məcburən x 0'a bərabərdir. İndi x 0'a bərabərdirsə, y də 0'dan kiçikdir. İndi fikir verin, məsələ aydındır artıq. X 0'a bərabər, y də 0'dan kiçik. Arqument. Fikir verin, burada da bucaqlar şəklində verilibdir. 0'dan kiçik mənfi 1'i götürsəm, əgər mənfi 1'i götürsəm, olacaq nə? Bucağım, deməli, x-in, y-in 0'dan kiçik arqumenti 270 dərəcə görsənir. Və ya belə deyək də, burada gətirib yerinə yazsaq əgər, və yaxud da bunu istəsəz lap belə eləyək, y-in nə olduğunu bilmiriksə, mən buradan x-i tapmışam da, gətirib burada yerinə yazaram. 0'ın kvadratı 0, çıx y kvadratı plus 2 kök altında 0 yazsam y kvadratı bərabər 0. Bu da getdi də 0. İndi mənfi y kvadratı, bu da 2 modulda y kimi çıxacaq. Bərabər 0. Mənfi y kvadrat. Y-ə də şərt verib. 0'dan kiçik qarşıya bir dənə mənfi atıb çıxardıram. Buradan
Deməli, buradan mənfi y çıxartsam mötərizə xaricinə y plus 2 bərabər 0. Buradan y bərabər 0, bir də y bərabər mənfi 2. Biz 0'ı götürmərik, çünki y 0'dan kiçikdir. Mənfi 2'ni götürərik. Gətirib kompleks ədəddə yerinə yazsam 0 üstəgəl mənfi 2, yəni olur nə? 0 çıx 2i. Bu da mənfi 2i deməkdir, bilirsiniz. İndi bunun bayaq dedik ki, həqiqətən də cavab 270 dərəcədir. Çünki bunun kosinus alfasını tapdıq. A bölünsün r-dir. R də dedik də kök altında kvadratlar cəmi 0'ın kvadratı üstəgəl mənfi 2'nin kvadratı elədir 4. Bundan 2 çıxır. Yəni alındı 0 bölü 2 0. Sinusu isə sinus alfası isə b bölü r-dir. Mənfi 2 bölü 2 elədir mənfi 1. İndi hansı bucaqdır? Kosinus 0 alır. Sinus mənfi 1 270 dərəcədir. Bir də maraqlı bir sual idi. Baxıram 15-ci suala. Sual 15. Qəbula düşmüş sualdır. Görürsünüz, biraz çətinlik dərəcəsi var. Lakin artıq bundan işlədiniz. Yazarsınız inşallah. Alfa böl beta. Bayaq dedik ki, vurmaydı, topladıq. Bölərkən çıxmalıyıq. Necə çıxmalıyıq? Modullarını vurarkən olduğu kimi vururduq. Bölərkən də bölməliyik. Olduğu kimi 2 böl 5. Lakin kosinusları isə vurarkən toplayırsınız, bölərkən çıxmaq lazımdır. Pi böl 6. Üzərinə gəl. Sinus yenə pi böl 3 minus pi böl 6. Diqqətli olun. Vurarkən toplayın. Yəni modullar, belə deyək də, R1, R2'ye vurulur. Vurarkən toplayın modullarını. Amma kosinusları içəridə elə bir kosinus alfa plus beta olacaq. Bölərkən alfa minus beta olacaq. R1'i böləcəksiniz R2'ye. Qaydadır artıq. İndi buradan bunu buna böləndə 0,4. Kosinus pi böl 3 deməli 60 dərəcədir. Pi böl 6 30 dərəcə qalır. 30 da. Kosinus 30 üstəgəl sinus 30. Belə bir cavab. Y variantı. 16-cı sual. Modulunu tapın deyir. Modulunu necə taparsınız? Bunun modulu. Modulunu belə də yaza bilərsiniz. Baxın, sizə bir neçə üsul deyim, istifadə edin. 2 minus i vurulsun 2 minus i'nin kvadratı formasında yazsaz, bu 2 minus i'yə dəyməsək, bunu açıram. 4 minus 4-i plus i kvadratı. Buradan 2 minus i bir də 3 minus 4i formasına düşdü. İndi bunu vurub açsaz, eləyəcək 6 çıx 8-i 2-dən 4 8-i, bu da 3 11i, bir də üstəgəl 4i kvadratı. I kvadrat mənfi 1-dir, qaldı 2 minus 11i formasında. Yekun belə qaldı. Bunun modulu da kökdə kvadratlar cəmi 4 üstəgəl 11'in kvadratı. 2'nin kvadratı da budur. 125 gördüyünüz kimi. O da 25 vur 5'dir, yəni qalır 5 kök 5. Və ya bunu, tutaq ki, belə 3-cü dərəcədən olmaz, onlar 6-cı dərəcədən. Məsələn, nə edəcəksiniz? Verilmiş kompleks ədədi 2 minus i formasında görürük. Bu n-lə işimiz yoxdur bizim. Bunun modulunu tapırıq. Bunun modulu 4, bu 1 var da burada. 2'nin kvadratı 1'in kvadratı kök 5 eləyir. Bu n-i də gətirin yazın sadəcə dərəcəsinə. Bu da kök 5'in n orada 3 idi də. Bu da eləyir yenə 5 kök 5. Bu daha sadə üsuldur. Hər iki üsulu dedim istifadə edin. 17'dən biz bayaq yazdıq. 90 dərəcə olmaq üçün qayıdıb misala baxarsınız. Şifayə dedim, A 3'ə bərabərdir, B də böyükdür 3'dən. Yəni biz onu ətraflı izah elədik. D variantında var. Qayıdıb baxarsınız əgər unutmuş olsaz. 18-ci sual. Kompleks müstəvidə belə olarsa, deməli qiymətini tapın. Biraz fərqli sual. Kompleks müstəvidə bir dənə düzbucaqlı koordinat sistemi çəkirəm. Çətin sual deyil. Köhnə test toplularında buna aid suallar vardı. Səhvləməmsə indi yoxdur, sualları yığışdırıblar. Lakin istifadə olunur da. Kompleks müstəvidə 1 üstəgəl kök 3 i
və belə nöqtələrinə uyğun nöqtələr var. A və B-dir. A, O, B-nin kiçik qiymətini tapın. Bunu baxın belə işləyərsiniz. Mən yazıram Z1. Z1 bərabərdir 1 üstəgəl kök 3 i verilibdir. Bunun əvvəlcə modulunu bilirik ki 2-dir. Bucağı tapsaq, kosinus alfası A bölü R-dir, yəni 1 bölü 2-dir. Sinusu da B bölü R-dir, yəni kök 3 bölü 2-dir. Bu da hər ikisi üçün hansı bucaqdır? 60 dərəcədir, deyilmi? Kosinus 2-də 1, 60 dərəcədə alır. Kök 3 bölü 2-nin də sinus 60 dərəcədə alır. Və şagirdlər, bunun koordinatları 1 kök 3 deyək. Yatış buna ehtiyac yoxdur. Sinus deməli 60 dərəcə birinci rübbün bucağıdır. Mən onu göstərirəm bu şəkildə. Birinci rübb. Bu olsun, deməli AOB bu A'dır. 60 dərəcəmiz baxın bu bucaqdır. Bu bucağımız o x oxunun müsbət istiqamətinə əmələ gətirdiyi bucaqdır. Bu bucağımız 60 dərəcə. İndi digər tərəfdən Z2-yə baxıram. Z2-mizdə modulu, yəni bu mənfi 5 üstəgəl 5i formasındadır. Modulu 25, 25, 55 kök 2-dir. A-nı tapsam A böl, daha doğrusu B böl R-dir. Daha doğrusu kosinus alfanı tapıram. Kosinus alfa bərabərdir A böl R, yəni 5 böl 5 kök 2-dir. Bu elədir mənfi kök 2 böl 2. Sinusum da B böl R-dir. 5 böl 5 kök 2. Bu da irasiyanlıqdan azad etsək kök 2 böl 2. İndi bu hansı bucaqdır ki, koordinatlara fikir verin. Mənfi 5 və müsbət 5. Bu ikinci rübdə olacaqdı aydın məsələdə artıq. İkinci rübdədir. Kosinusun mənfi, sinusun müsbət. İkinci rübə düşür. Kosinus mənfidir, sinus müsbət. Bu ikinci rübbün bucağıdır. Fikir verin, bax kosinus mənfidir, sinus müsbət. Hansı rübbün bucağıdır? İkinci rübbün bucağıdır. Və o da 135 dərəcə olduğunu görməlisiniz artıq. Niyə? Çünki kosinus deməli 180 pi çıxılsın 45 yazsaz 135 dərəcədir. Mənfi kök 2 bölü 2-ni alırsınız. Sinus da ikinci rübdən müsbətdir. Müsbət kök 2 bölü 2 alır. Deməli, şagirdlər, bax diqqətli olmalı bir iş var burada. Bu bucaq, bax bu bütöv bucaq 135 dərəcədir. 135 dərəcədirsə, bax o x oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucaqdır hər ikisi. Burada 60 idi, görürsünüz. Burada 60 idi. Burada isə, bu da odur da. Bu isə ümumi 135'dir. Deməli 60'ı var. Bu 135'dən 60'ı çıxın ki, qalsın AOB-nin kiçik bucağı. Yəni bax bu bucaq qalsın sizə. Cavabımız oldu 75 dərəcə. Belə bir sualdır. Düşsə istifadə eləyərsiniz inşallah. Növbəti deməli son 2-3 sualımız qaldı. Komplekslərin modulunu soruşur. Bu modulu necə taparıq biz? İrasiyanlıqdan azad edirik. Daha doğrusu qoşmasına vuruq. 3 minus i-ni vurun 3 plus i-yə. 3 plus i-ni də yuxarıda 3 plus i-yə vurulan kvadratı. Aşağıda alınır 9 minus i kvadratı. Yuxarını da açsam 9 üstəgəl 6i üstəgəl i kvadratı. Yuxarıda qaldı 8 i kvadrat mənfi 1 üstəgəl 6i, aşağıda da 10. Bu da 0,8 üstəgəl 0,6 idi. Modulu da kökdə kvadratlar cəmidə 1 olduğu görsənir. Növbəti kompleks ədədlərin hasilini soruşur. Sadə sualdır. Çox ədədini çox ədədiyə necə vurursunuzsa vurub sadələşdirərsiniz. Yəni buna heç baxmağa ehtiyac yoxdur. Özünüz vura bilirsiniz. 21-ci sual. İfadəsini sadələşdirin. Sadələşdirək. Neyniyəsiz? Vurub açarsınız. Vurub açsaz birinci tərəfi vururam. 2 minus i plus 4i minus 2i kvadratı. 2 kvadratı. Bunu sadələşdirirəm. Rahat olsun. I kvadratı mənfi 1'dir. Burada alındı 4 üstəgəl 3i. Biri bu. Digər tərəfi də vururam. 2 plus i minus 4i minus 2i kvadratı. Bu da elədir 4 minus 3i. Bunları topla. Bununla bunu toplayanda cavab qalar 8'də.
22. Həqiqi əmsallı kvadrat tənliyin kökləri ilə bağlı uyğunluğu verilibdir. X1 A üstəgəl B kompleks ədədi olarsa uyğunluğu müəyyən edin. Dedik ki, həqiqi əmsallı kvadrat tənliyin birinci şərtə baxıram. Köklərindən biri 3 plus 5 idisə, digəri isə olmalıdır 3 minus 5i. Variantlara baxsaq, bunları toplayan 2 yerdə var. A-da B-də toplayanda 6 edir. 1-ə B uyğundur. Vurarkən də 9 minus 25i kvadratı eləyəcək. O da 34. O da var C-də. Bu deməli son sualımız, elə deyilmi? 2-yə baxıram. 2 üstəgəl 4i 2 plus 4 idisə x1'imiz x1'dir. X2 də 2 minus 4 idi. Toplasam 4 eləyər. Var A-da. Vursam eləyər 4 minus 16i kvadratı. Yəni o da 20 eləyər. D variantı. Artıq üçüncüyə də Y olduğu görünür. Yoxlamaya ehtiyac yoxdur. Belə şagirdlər, bütün deməli sualların izahlarını verdim. Hər kəsə uğurlar. Sağ olun.